Gəlin baxaq biz bu DrumKit funksiyonallığını necə yarada bilərik. Əslində çox bəsitdir, çox az sətir kod tələb eləyir. Dizayn hissəsi hazırda, orasını izah etməyə məncə ehtiyac yoxdur. Hər istədiyi kimi dizayn edə bilər. Hal-hazırda gördüyünüz kimi bu funksiyonallıq hissəsi yazılmamış koddur. Hal-hazırda ancaq CSS hissəsi var, HTML hissəsi var təbii ki və basanda heç bir şey baş vermir. Biz istəyirik ki, bu butonlara basanda və ya klaviaturada bu hərflərə basanda onlara müvafiq bir MP3 çalınsın. Baxaq bunu necə edə bilərik? Əvvəlcə baxırıq, burada bir sound papkamız var, onun içində də müxtəlif MP3'lərimiz var. Biz istəyirik ki, bu MP3'ləri buradakı müvafiq butonların arxasına yerləşdirək ki, onlara basanda o MP3'lər çalınsın. Gördüyünüz kimi bəsit bir quruluşdur, bir divimiz var və onun içində butonlarımız var. Butonlarımızın 2 dənə klası var. Bir hərf klası, bir də ki, hər birinin ortaq drum klası var. Və indi gedək index faylımıza. Baxaq görək biz bir audionu necə təyin edirik. Məsəl üçün birinci sound bizdə nədir? Crash. Gələk burada yazırıq ki, let crash. Bunun adı hər şey ola bilər. Mən elə crash olduğu üçün crash qoyuram. Bərabər olsun new audio və hansı səsi istəyiriksə onu gedib müvafiq papkadan seçib bura yerləşdiririk. Deməli, belə bir dəyişən yaratdıq və onu təyin elədik həmin bu MP3'ə, new audiodan istifadə edərək. İndi biz istəyirik ki, məsəl üçün W-yə basanda həmin o səs çalınsın. Right? Gəlirik, baxırıq W hərfinin klası ilə W-dur. Gəlib burada onu seçirik. Query selector'dan deyirik ki, burada get W-nu seç. O butonu seçəndən sonra ona bir event listener add elə, əlavə elə. Event listener'da bizdə eventimiz olacaq click. Yəni ona click olunanda nə olsun, nə baş versin? Geçsin, bu soundu yaratsın və sonra onu səsləndirsin. Aha. Biz indi bu crash işə düşsün deyə onu nə etməliyik? Yəni səsləndirməliyik. Bunun üçün də play metodunu burada qeyd etmək lazımdır. Gedək baxaq kodumuz işləyirmi? Bəli. W-yə basırıq, işləyirik. Digər hərflərdə təbii olaraq heç nə yoxdur. Biz indi bu kodu digər hərflər üçün də təkrarlamalıyıq. Bunun üçün mən switch metodundan istifadə edəcəm. Gəlin bir funksiya yaradaq. Adı olsun play sound funksiyası. Bu funksiya bizdə bir key qəbul edəcək və bu key təbii ki bir hərf olacaq. Aha. Və burada gəlin switch yaradaq. Çünki if-else məncə çox uzun olar. Ona görə elə switch ilə yaradaq. Switch də yenə bir eyni keyni qəbul edir. Deyək ki, bizim birinci hərfimiz W-dur. W olanda gəlsin bu crash MP3'ünü çalsın, səsləndirsin. Bunu bura qeyd etdik. Növbəti hərfimiz, deyək ki, W yox, növbəti hərfimiz olsun A. Düzdür? A hərfi olanda geçsin ikinci səs çalsın, yəni kick bass. Gəlirik, burada da yazırıq kick bass. Burada da crash silirik, onun yerinə kick bass MP3'ünü əlavə edirik. Aha, və təbii ki, burada eyni şeyi yazırıq. Gəldik, növbəti hərfimiz bizdə olacaq S. S-ə basanda deyirik ki, geçsin növbəti səsimiz snare, geçsin snare çalsın. Alright, gəldik bura. Snare MP3'ü, burada da yenə snare play olmalıdır. And next one olacaq bizdə D. D'yə basanda geçsin tom 1 soundunu yaratsın. Buradan da crash olmasın. Sound papkasından tom 1 MP3'ünü seçdik. Burada təbii ki yenə tom 1'i qeyd etmək lazımdır. Növbəti səslər hamısı tom olduğuna görə bunu copy paste eləmək sərf edəcək. Növbəti hərfimiz C. Gəldik bura. Tom 2. C hərfinə basanda neynəsin? Tom 2 səsi çalınsın. Növbəti case K. Aha, burada yazırıq tom 3. Burada da yazırıq tom 3. Burada da yazırıq tom 3. And finally case L. L hərfinə basanda geçsin dördüncü səsi seçsin və çalsın. Tom 4. Tamam, əla. Adlar məncə uyğundur. Sound. Aha. Deməli, gəlin bir də baxaq bu funksiyaya. Nə baş verir burada?
Deməli, bizim funksiyamızın adı play sound-dur. Bu bir key qəbul edir. Bu keydə bir hərf olacaq. Məsəl üçün, əgər W hərfidirsə gələcək, bu səsi çalacaq. A hərfidirsə gələcək, bu səsi çalacaq və digər hərflərə müvafiq də yazdığımız bu səslərdən biri çalınacaq. Right? Funksiyamız budur. İndi biz bu funksiyanı iki yerdə işə salmalıyıq. Bir, bu buttonlara klik eləyəndə o funksiya işə düşməlidir. Bir də ki, klaviaturada biz o hərflərə basanda o funksiya işə düşməlidir. Gələk baxaq bunu necə edirik. Bizim buttonların bildiyimiz kimi drum klası var. Hamısının ortaq klası. Deməli, biz bütün bu buttonları drum klası ilə götürə bilirik. Gəlirik burada yazırıq. Bir dəyişən təyin eləyək. Let buttons bərabər olsun. Document.query selector all-dan həmin o drum klasını seçirik. Düzdür? Deməli, bizə bütün buttonlardan ibarət bir array verəcək. Düzdür? Gəlin, məsəl üçün, yoxlayaq. O array'in içindən, məsəl üçün, buttons array'in birinci üzvünə çataq. Həmin o birinci üzvü görək nə verir bizə. Konsola versin. Elements, console. Gördüyümüz kimi bizə birinci buttonu verdi. Düzdür? W buttonu. Deməli, biz çatmalıyıq bu W buttonun inner HTML-nə ki, o funksiya işə düşəndə həmin o inner HTML, yəni W-nu götürsün və ona uyğun bir səs çalsın. Bunun üçün gəlin for each function. Bunu təbii ki, for loop-la da yazmaq olar, amma məncə for each-lə yazmaq daha uyğundur. Burada bir də aydın olsun deyə yazaq. Inner HTML. Inner HTML yazanda görə bizə nə verir? Konsola. Gördüyümüz kimi bizə W-nu verir. Məsələn, birinci elementi yazsaq, təbii ki, o bizim array'də ikinci elementdir. İkinci elementimiz A-dır. Gördüyümüz kimi bizə A-nı verir. Deməli, bu şəkildə biz inner HTML-ə çatırıq, o hərfləri götürürük. İndi biz bu buttonları for each-lə üstündən keçib, hər birinin arxasına ona müvafiq səsi qoyacağıq. Burada yazırıq. Buttons.for each, düzdür? Hər bir button üçün getsin, hər bir button üçün deyirik ki, getsin. Event listener əlavə eləsin. Add event listener. Hər bir button üçün event listener əlavə eləsin. Və click eventimizdir bizim. Və burada gəlsin. Həmin bu funksiyanı, bu yaratdığımız funksiyanı işə salsın. Play sound. Play sound funksiyası işə düşəndə o nə qəbul eləməlidir? Hərf qəbul eləməlidir. Həmin hərfdə bayaq baxdıq, buttonun inner HTML olmalıdır. Button.inner HTML. İndi bu kod işləməlidir. Gəlin gedək yoxlayaq. Əla. Deməli, kodumuz işləyir. Təbii ki, klaviaturada basanda heç nə işə düşmür. Çünki biz bunu sadəcə klik eləyəndə işə salmışıq. İndi biz bunu ikinci dəfə işə salmalıyıq. Klaviaturaya basanda o funksiya təzədən bizdə işə düşməlidir. Bunun üçün növbəti bir əməliyyat görəcəyik, whatever. Gələk burada indi yazırıq. Bunun üçün biz istifadə edəcəyik key down. Key down. Məsələn, deyirik ki, document nöqtə. Burada event listener'ı promote document'in özünə verəcəyik. Və eventimiz bizim olacaq key down. Bu key down nə deməkdir? Yəni klaviaturaya basanda. Məsələn, deyək ki, document.key down, add event listener. Neynəsin? Məsələn, bastığımız hərfi ekranda konsola çıxartsın hələlik. Görək nə baş verir orada. Gəlin burada bir təbii ki, i yazaq. Konsola da verək həmin o i-ni. Right? Gedək görək bizə nə verir. W-yə basıram. Gördüyünüz kimi bizə belə bir object verir və onun içində bir key var. Key'si də W-dur. Məsələn, S-ə bastım. Görürsünüz, S-ə basanda yenə bir object verir. Onun içində müxtəlif şeylər var və həmçində key olaraq da S var. Deməli, biz bu key-yə çatmalıyıq. Key-yə çatmaq üçün də bura yaza bilərik. i.key. Düzdür? İndi mən hər klaviaturaya basanda ona uyğun mənə hərfləri verəcək. Gördüyümüz kimi. Əla. Elə bizə də bu lazımdır. Həmin funksiyanı işə salanda biz ora key-nin yerinə i.key-ni ötürəcəyik. Right? Gəlirik burada yenə play sound funksiyasını işə salırıq. Play sound funksiyasını işə saldıq və ona ötürürük i.key-ni. Bu qədər bəsit. İndi gəldik baxarıq. W-yə bastım, A-ya bastım, S-ə bastım, D-yə bastım. Əla. Deməli, kodumuz işləyir. Burada heç bir problem yoxdur.
Aha, indi kodumuz işləyir, amma biz istəyirik ki, bu düymələrə basanda həmçinin o düymələrə basıldığımız hiss olunsun. Bilinsin ki, o düymələrə basılır. Yəni burada xırda bir animasiya əlavə eləmək lazımdır. Onu necə edəcəyik? Baxın, bizdə burada bir pressed klası var. Görürsüz. Həmin bu press klası biraz kölgə əlavə eləyir, biraz da opacitini azaldır ki, yəni batına basıldığı hiss olunsun. Bunun üçün biz bir funksiya daha yaratmalıyıq. Gəlin bu funksiyanı buradan balacalaşdırım. Aha. Funksiyamızın adı olsun add animation. Add animation funksiyamız yenə bir key qəbul edəcək. Həmin key yenə bir hərf olacaq. Ups, bərabər işarəsi yaddan çıxdı. Həmin key yenə bir hərf olacaq və biz o hərfə uyğun klası olan batını seçib, o batının class listinə pressed klassını əlavə eləyəcəyik. Bununla da animasiya işi həll olmuş olacaq. Bunu necə eləyə bilərik? Buradan yazırıq, getsin documentdən query selector'dan burada class olduğu üçün nöqtəsi olmalıdır. Üstə gəl həmin key. Çünki bizdə həmin bu key bir hərf olacaq. Ya W olacaq, ya A olacaq, ya S olacaq. Amma qabağında nöqtəsi olmayacaq. Query selector'dan seçmək üçün də qabağında mütləq classdırsa nöqtə qoymaq lazımdır. Ona görə nöqtəni yazırıq. Burada da həmin keyni əlavə edəndə artıq o nöqtə W, nöqtə A kimi olacaq. Və bunu edəndən sonra button seçildi. O button seçiləndən sonra deyirik ki, onun class listinə getsin, add eləsin hansı klası? Pressed klasını. Gedək görək işləyirmi? İşləmir. Deməli, burada hardasa bir səhvimiz var. Gəlin bir baxaq, səhvimiz hardadır? Hə, biz bu funksiyanı işə salmamışıq, sorry. Add animation funksiyasını işə salmalıyıq. Gəldik bura. Burada yenə ötürürük button nöqtə inner HTML. Düzdür? Necə ki burada da həmişə inner HTML ötürürük. Və sonra burada da yenə add animation funksiyasını işə salırıq və ona da yenə ötürürük i.key'ni. Gedək görə işləyirmi? Yes. Quite işləyir. Burada gördüyümüz kimi bir problem var. Biz butona basırıq və basılı şəkildə də qalır və biz bunu istəmirik. Biz istəyirik ki, butona basılsın, sonra button əvvəlki halına qayıtsın. Düzdür? Bunu da nə ilə eləyəcəyik? Set time out-la təbii ki. Gəlirik bu funksiyaya və onun davamını yazırıq. Deyirik, burada bir set time out yaradırıq. Set time out bilir ki, bir callback qəbul eləyir. Birinci o callback-i yazaq burada. Neynəsin? Gəlin callback-i yaratdıq. Bir dənə vaxtı təyin edirik ki, 150 məncə yaxşı vaxtdır. Tamam, bu qədər vaxtdan sonra, saniyədən sonra həmin o buttondan pressed klassını remove eləsin, yəni button əvvəlki halına qayıtsın. Deməli, burada rahat bir şəkildə bunu buradan kopyalayıb bura qoyuruq və deyirik ki, buradan onu remove elə. Oh, yox, səhv yerə yazdım, sorry. Buraya yazmaq lazım idi. Bunu buradan həmin o press klassını bu qədər vaxtdan sonra neynəsin? Remove eləsin ki, bizim buttonumuz əvvəlki halına qayıtsın. Baxaq. Əla. Və artıq buttonumuz əvvəlki halına qayıdır. Klik eləyəndə işləyir. Klaviatura da basanda da gördüyümüz kimi işləyir. Yəni bunu daha da qısa eləyə bilərik. Təbii ki, məsələn 100 də yaza bilərik. Hərənin zövqünə görə. Daha yəni bu qədər bəsit, çox az sətir bir kod yazaraq bu funksionallığı əldə eləmək olur.